nə qədər yazı varsa, bütün yazı tiplərinin, yazı mətnlərinin öyrədilmə metodları, pedaqogikası və sistemi var. Uzun illər bu Amerikadan sonra Avropada görünsə də təhsil sistemində, təəssüf ki, bizim coğrafiyada bu fikirlər bir o qədər də qəbul görülmür. Bu da bizim ədəbiyyatımızın sosial olaraq, cəmiyyət olaraq keçdiyimiz tarixi yolla və quruluşla bağlıdır. Çünki xatırlasanız, Sovet dövründə ədəbiyyatçının belə bir imajı var. O daim dağınıqdır, ilham pərisi ilə yazır, xüsusidir, seçilmişdir. Bu, Sovet siyasətinin, Sovet ideologiyasının görmək istədiyi və yaratmaq istədiyi bir yaradıcı tip modeli idi. Və fikir versəniz, çox qəribə bir şeydir. Bizim ədəbiyyat tariximizdə yazarlar kitab oxumadıqları üçün, bilgilərinin sistemli olmadıqlarını həmişə bir tərif kimi qəbul ediblər ki, biz yaratdıqlarımız bizə göydən gəlmiş xüsusi bir dialoq, ilahi bir qüvvə ilə dialoqun nəticəsində yaranmış mətnlərdir. Amma bu gün məlum olur ki, bir romanı, bir hekayəni ilham pərisi ilə yazmaq mümkün deyil. Ədəbiyyat dediyimiz bir elmdir, bir sahədir. Onun öz tələbləri, standartları və strukturu var və bu strukturları bilmədən, öyrənmədən yaxşı mətnlər yazmaq da bir o qədər mümkün deyil.